Verilmiş funksiyanın bucaq əmsalı, yəni x-in qarşısında olan sabitə deyirik. Yəni y bərabərdir 3x plus 7 verirsə, biz bilirik ki, burada bucaq əmsalı k bərabərdir 3-dür. Əgər bizə ümumi tənli şəklində bu formada verilərsə və bizdən bucaq əmsalını soruşarsa, məsələn, nümunə misalda verilən tənlikdən bucaq əmsalının tapılmasını istəyir. Biz bilirik ki, ümumi şəklimiz y bərabərdir kx plus b-yə gətirməyimiz lazımdır və buradan da x-in əmsalını götürməliyik. O zaman yazıram 7x üstəgəlsin 5y bərabərdir 12. 5y bərabərdir mənfi 7x üstəgəlinsin 12. Və hər tərəfi 5-ə bölsəm y bərabərdir mənfi 1 tam 10^4 x üstəgəlinsin 2 tam 10^4 alırıq. Və deməli bu funksiyada və yaxud da bu tənlikdə bucaq əmsalı y bərabərdir k bərabərdir mənfi 1 tam 10^4 olmuş olur.